Getdikdən sonra da mən qəribə bir prosesin şahidi oldum. Mənim anam Nəsibə xanım yavaş-yavaş söndü. Niyə? Çünki atam gedəndən sonra o tək qaldı. Bizim evdə idi, bərabər idik. Yavaş-yavaş heç bir şey bəyəndirə bilmədi ona. Hamısının da səbəbinin atamın onu tək qoyması idi. Bəli. Çünki 42 illik həyatda onları tanıyan insanları hər zaman bərabər görmüşlər. İşdən belə axşam gedib maşınla götürürdü onu. Niyə onu maşınla getirən olmayacaqdı? Maşını vardı, getirirdi, amma yox. Hər zaman əziyyətin deyildi, xoşluğunu çəkərdi anamın. Ona görə Nəsibə xanım evladı, gəlini, nəvələri olmasına rağmen özünü tək hiss eləməyə başladı. Amma belə bir ailənin içərisində, belə bir sevgidən doğan, belə bir yaxınlıqdan dostluğa çevrilmiş məhəbbətin ürünüyəm mən. Bəli. Amma uşaqlığım tək evlad olduğuma görə, tək olmuşum. Hər ikisi sənətdə olduğuma görə uzun-uzun gecələrin tənhalığını çəkmişəm. Bəlkə də fantaziyamın güclü olması ondan olub. Situasiyadan doğub. Cahangir müəllim, Nəsibə xanım Zeynalova təbii ki, bizim gülüş kraliçamızdır və onunla bir yerdə mənim üçün maraqlıdır. Balaca olanda sizi tamaşalara aparırdımı? Hansı tamaşalar izləyirdiniz? Mən tamaşaların içində böyümüşəm. Çünki evlad elə bir evladı idim, qoyacaq şey yox idi, yer yox idi. Qabaq elə bir şey yox idi ki, birini evdə tutasan, Sovet İttifaqının vaxtı idi. Bağçalar məhdud idi yəqin ki. Yox, bağça da vardı, amma gecə bağça işləmir ki, mənə şeyə qoymayacaqdı ki. O uşaq periyoduna qoymayacaqdı, periyod deyirlər o zaman. Yəni, bağçaya da gedmişəm, gün ortalar işlərini görəndə, axşam mən gəlib bağçadan götürürdülər, gedirdilər. Amma siz də bilirsiniz ki, teatrın bir qaydası var. Teatr axşam işləyir. Yəni, gün orta bağçaya qoymanın nə mənası var? Hə, məşqlərə gedirdilər, ora gedirdilər, amma axşam tamaşada mən az məsəl üçün anamın qrim otağında yatmamışım. Yəni, qoyublar mən, lap uşaq idim. Yuxuya gedirdim oradan, götürüb gətirdilər evə. Böyüdükcə, Allah rəhmət eləsin, teatrın rekvizit çexində işləyirdi Səriyə xanım. Mən teatra gələndə ona deyirdilər ki, Cahangir gəlib qaçıb gedirdi. Bağlayırdı şeyini, çexini. Niyə? Çünki gedirdim xəncəl, tapanca, tüfəng, nə var o rekvizitin içərisində. Onlarla oynayırdım, ailəmi qarışdırırdım. Hamısı xətrimi istəyirdilər. Ondan sonra böyüdüm, o teatrın bədii rəhbəri oldum, baş rejissoru oldum. Səriyə xala hələ də işləyirdi. Bəlkə də o teatrın tozunu uda-uda yaranır bu düşüncələr. Teatra maraq. Səhnənin tozunu udmaq çox teatr məktəblərinin oxumağınla bərabər olmalıdır. O, ancaq məktəbini oxuyursan, teatrın tozunu udmayanda elə bilginlə biraz ögey kimi qalırsan. Sonra Ras Kapur da mən bildiyimə görə atası onu uşaq vaxtından kinoya aparırdı və onun yanında və görürsünüz, onda da o yarandı ki, o sonradan çox yaxşı rejissor, aktyor oldu. Eyni zamanda mən həmişə deyirəm, Rusiyalı aktyor Andrey Mironov. Dünyada yeganə aktyordur ki, həm səhnədə doğulub və səhnədə dünyasını dəyişib. Yəni, anası, bilirsiniz ki, anası da aktrisa idi və anası səhnədə olanda dünyaya gəlmişdi Mironov və rəhmətə gedəndə Rigada dünyasını dəyişdi səhnədə. Yəni, mənə gəl sizin də uşaqlığınızın səhnədə keçməyi, bax, bu yüzden sizin bu peşəkarlığa gəlib çıxardı. Musiqi komediya teatrı bizim teatrı idi. Orada böyüyən uşaqların biri də Yaşar idi. Yaşar Nuriyev. O mənim uşaqlıq dostum idi. Hə, başqalarının da evladları vardı, amma onlar sənəti seçmədilər. Şəfiqə xanımın qızı vardı, Cəmilə. O da biz yaşda, bizdən 1 yaş, 2 yaş bəlkə kiçik idi. Çox yaxşı qızı idi. Biz qastrollara falana gedəndə biz uşaqlığımız, yəni 10 yaşında, 11 yaşında olduğumuz vaxtda bir yerdə oynayardıq, görüşərdik. Cahangir müəllim, istəyirəm bu ənənəvi sual var. Verilişin adı şəxsi əşyalar olduğuna görə ilk şəxsi əşyanız yadınıza gəlirmi? Əmzik.
Bütün insanların şəxsi əşyası. O. Əmzik. İstəyirəm etap gələk. Bizim Cəbiş müəllim filmi təbii ki, məncə ilk filminiz olub. Əgər mən lentə düşmüşəmsə, Cəbiş müəllim mənim ilk filmimdir. İlk film deyil. Yox, yəni oynadığım ilk filmdir, amma filmə düşməmin ilk deyil. Mən birinci dəfə Böyük Dayaqda Orada varsınız. varam. Onun Uşaqlardan biri. Uşaqlardan biri. Özü də Allah rəhmət eləsin, rejissor dedi ki, kənd uşaqları ilə toy səhnəsində qaça-qaça girin içəri. Deyiblər, mən də uşağım da orada, 5 yaşım var, 6 yaşım var, bilmirəm. Girmişik, bir dubl, 2 dubl qaçırıq falan. Axırda dedilər, vay, o boyda səhnə getdi, neyniyəcək? Bu kəndin uşaqları şalvardadır, mən də şəhərdən gəlmişəm şortuda. Onu kəsdilər, ancaq balaca bir epizod qalıb orada. O da Bir kadr qalmısınız amma. hə, varam orada. Mən cəmaatın içində göstərə bilərəm, bu mənəm. Orada varsınız. Maya ilə oğlanın evlənməsi. Həsən Məmmədovun toyu. Həsən Məmmədovun qızla bərabər qapılar açılır, ala qapı açılır. Hamı girir içəri ki, o filmdə də Nəsibə xanım orada bir oynayır, həm də qarmon çalır. Bəli, o səhnədə. Atam da kamançı çalır orada. Mütəllim mənim də Və orada. orada yanbayan oturub. Bu maraqlı, məncə bunu bilmirəm. Bu hardasa deyilib ya yox. Mən indi bildim. Deyilib, bu atamdır da orada. Bizim üçümüzün bir arada olduğu film odur. Yeganə kadrdır. Atamla anam orada, atam kamançı çalar, anam orada, Nəsibə xanım da qarmon çalar. Atam doğrudan da kamançı çalar. Bilirəm, amma onu bilirəm. Nəsibə xanım güya qarmon çalar.